Salam, hər vaxtınız xeyir olsun. Mənim TikTok, Instagram, YouTube izləyicilərim. Sizə piraşkinin reseptini deyirəm. Deməli, 600-620 qram un, 150 mg süd, 150 mg süd, droş, bir balaca qaşıq, 40 qram pesok, 8 qram duz. Yəni ki, bir balaca qaşıq yarım da, baxın da indi. Sonra bu xəmirlə qəşən eləyirsiniz, xəmiri yoğurursunuz. Sonra nə edirsiniz? 2 dənə də yumurta xəmirə vurursunuz. Sonra nə edirsiniz? Hamısını eləyəndən sonra xəmiri qoyursunuz mayalanmaya. Kartuşkanı qaynadırsınız, qalın soyursunuz. Başa düşənlər niyə elə dedi? Bilərlər niyə elə dedim. Qalın soyursunuz kartuşkanı, qoyursunuz qaynamaya. Bir də əti də qızardırsınız. İndi mal ətidir, toyuq ətidir, nədir? Özünüz bilərsiniz. Mən toyuq əti ilə elədim. Həqiqətən çox qəşən alındı, çox da dadlı alındı. Siz də bu reseptlə eləyə bilərsiniz. Sağ olun.